dört bir yanından gelen, dilimizin ve gönlümüzün muhafızları olan kıymetli şairlerimiz, kalemlerini milletimizin istikbaline adamış edebiyatçılarımız ve binlerce yıllık kültürel kodlarımızın sarsılmaz koruyucuları. Gaziantep Valiliğimizin himayelerinde, Şehit Kamil Belediye'mizin ev sahipliğinde ve koordinatörlüğünde, Türksoy, Beytüm, Türk Arkeoloji ve Kültürel Miras Enstitüsü ve gönül birliği yaptığımız tüm paydaşlarımızın değerli katkılarıyla düzenlenen 5. Uluslararası Türk Dünyası Edebiyat ve Kitap Festivali'nin bu anlamlı oturumuna hoş geldiniz, sefalar getirdiniz. Değerli konuklar, Türk dünyası Adriyatik'ten Çin Seddi'ne uzanan devasa bir aile, ortak bir kader ve sarsılmaz bir gönül birliğidir. Rahmetli Oktay Sinanoğlu'nun Adriyatik'ten Çin Seddi'ne tek bir dil konuşarak gidebilirsiniz dediği coğrafyada bu tek bir dil Türkçe. Ben de bunu deneyimlemiş birisiyim. Adriyatik'ten Çin Seddi'ne doğru kişileri bulduğunuz takdirde sadece Türkçe konuşarak gidebilirsiniz. Bu da Türk dünyası ailesinin ne kadar büyük bir aile olduğunun en önemli somut göstergelerinden bir tanesi. Bizim için Türk dünyası birlikteliği artık sadece şairlerin mısralarında kalan bir hayal değil, her gün somut adımlarla takip edilen, hayattan gerçeğe dönüşen muazzam bir hakikattır. Bugün bu büyük ailenin birlikteliği için Türk Devletler Teşkilatı başta olmak üzere tüm paydaşlarımız gece gündüz demeden ortak bir iradeyle bu kutlu binaya tuğlalar koymaktadır. Bu kurumlarımızın her biri birliğimizin saç ayaklarını oluşturmakta ve bizi birbirimize daha sıkı bağlamaktadır. Bu birliktelik tesadüfi bir buluşma değil, ortak bir aklın ve sarsılmaz bir iradenin ürünüdür. 2040 Türk Dünyası Vizyon Belgesi başta olmak üzere ortaya konulan diğer vizyon belgeleri, stratejik belgeler, bu büyük aile meclisinin ortak akıl beyannamesidir. Bu belgeler, Türk dünyasının geleceğini nasıl inşa edeceğimizin yol haritası ve dilde, fikirde, işbirlik ülküsünün modern zamanlardaki manifestosudur. İşte biz bugün bu etkinlikte Gaziantep'in bu kadim topraklarında o büyük beyannamenin edebi ve kültürel kodlarını konuşmak için bir aradayız. Değerli konuklar, bu büyük aile meclisinin bugünkü odağı kalplerimizin her daim attığı can Azerbaycan'dır. Azerbaycan sadece coğrafi bir komşu değil, Türk dünyasının şah damarı, birliğimizin en stratejik ve sarsılmaz kalesidir. Geçtiğimiz dönemde Azerbaycan'da misafir öğretim üyesi olarak ben de görev yaptım. Ve bizzat şahit olduğum şeylerden bir tanesi Azerbaycan topraklarının her karışında, her kelimesinde bizden bir nefes ve ortak kaderin bir izi vardır. Azerbaycan, Türk dünyası için çok önemli bir kapıdır. Herkes gibi benim için de bu kapının anahtarı ruhumuzda istiklal ateşini üfleyen abide şahsiyetlerdir. Şimdi oturuma geçmeden önce ben küçük bir soru sormak istiyorum sana. Biraz interaktif olsun diye araya bir şeyler koyduk. Cep telefonlarınızdan 2023 Menti.com'a girip bu kodu yazarak Azerbaycan denildiğinde aklınıza gelen kültür ve edebiyatı ile ilgili 3 temel özelliği yazmanızı rica ediyorum. Menti.com sitesine girip sağdaki 1257 9850 kodu girmeniz. İnternet açık değil mi bilgisayarda? Bağlanabilir mi Erdal iPhone? Evet, bir cevap var.
Şu anda girebiliyorsunuz değil mi? Eğer olmadıysa tekrar. Giriş yapabildiniz mi yoksa slaytı tekrar başlatalım ya. Ses. Ha. Değerli konuklar, internette bir sorun olduğu için sistem çalışmadı. Şimdi bugün Gaziantep'te Şehit Kamil'in aziz hatırasının gölgesinde e, Azerbaycan'ı konuşacağız. Sözü şimdi bu büyük mirasın bugünkü temsilcilerine, Can Azerbaycan'dan gelen kıymetli şair ve edebiyatçılarınıza bırakmak istiyorum. İlk konuğumuz Hayal Rıza, konumuz ortak kültür, ortak edebiyat ve ortak projeler. Sınırların ötesinde bir gönül birliği kurmak için bu projelerin önemiyle başlıyoruz. Tek millet, iki devlet şiarıyla kağıt üzerindeki niyetleri somut adımlara dönüştüren çalışmalara değinmek için ilk sözü Hayal Rıza Beyefendi'ye. Kendisi aynı zamanda bu organizasyonun koordinatörlerinden, emeği geçenlerinden, Azerbaycan için de önemli bir isim. Kendilerine geldikleri için teşekkür ediyorum ve sözü ona bırakıyorum. Teşekkürler. Değerli katılımcılar, ben çok uzun konuşmak istemiyorum sözün açığı ama evet bu ortak projelerle ilgili birkaç kelime söylemek istiyorum. Şimdi Türk Devletler Teşkilatı var biliyorsunuz, en önemli kurumlardan biridir. Türk dünyasının birliği yolunda siyasi anlamda çok büyük işler görmekteler. Türk Kültür ve İrsi Fonu var. Azerbaycan'da, merkezi Bakü'de. Türk Parlamentolar Asambleyası var, birliği var. O da Bakü'de, merkezi. Uluslararası Türk Akademisi var. Merkezi Astana'da, Kazakistan'da. Türksoy var, merkezi Ankara'da. Bu kuruluşların hepsi tabii ki Türk dünyasının birliği ve beraberliği için kurulmuş önemli kuruluşlardır. Ve o kuruluşlardan ilhamlanan ister içtimai kuruluşlar, yani dernekler anlamında, birlikler anlamında kuruluşlar, isterse de yeniden devletlerin el koyduğu ve fikir yürüterek, ide olarak yürüttükleri bundan sonra göreceğimiz önemli kuruluşlar olacaktır. Yani bundan önce
panellerde de konuşulurdu. Aslında hayal gibi bir dönemler yaşıyoruz. Bir zamanlar kimin aklına geldi yani Türk dünyasının böyle etkinlikler yapacağını, birlikte olacağını, Türk dünyasının farklı farklı noktalarından önemli imzaların bir arada bir edebiyat, bir kültür etkinliği yapabileceğini. Şükürler olsun ki bugün bu etkinlikler var ve bizim birlik ve beraberliğimizde bir sorun yok. Biz bu projeni, Türk Dünyası Edebiyat ve Kitap Festivali projesini Bakı'da başlattık. 4 defa Bakı'da, birincisini Bakı Devlet Üniversitesi'nin bahçesinde yaptık. Yine Türk Dünyası'ndan önemli isimler davet ettik. İkinci, üçüncü ve dördüncünü ise bizi İlimler Akademisi'nin bir bağı var, parkı var, açık alandır. Orada yaptık. Şimdi 22-26 Mayıs tarihinde yine aynı parkta 6. Türk Dünyası Edebiyat ve Kitap Festivali'ni yapacağız. Bundan önceki bizim projelerde de Şairler Günü diye bir projemiz vardı. Orada Türk Dünyası'ndan şair ve yazarları davet ettiğimiz öncesi ilk projeni Bakı'da başlattık ama sonradan 10-15 ilimizde devam ettirdik. Her ilimizde de bizden olan bir şairin, önemli şairin hatırasına bir de Türk dünyasından olan bir şairin hatırasına yapıyorduk. Mesela Gence'de Nigar Refebeyli, Nigar Binti Osman'ın hatırasına ya da Şəkidə Mehmet Akif Ersoy, Bəhtər Vahapzade anısına güzel etkinlikler yapıyorduk. Bizim kültürel anlamda bir ödül törenimiz var ki biz sanatçıların birbiriyle tanışmasını arzuladık, istedik bu projede ve bir sanatçının başka bir ülkeye gittiğinde hep para için gitmemesi için bu projeyi yaptık ve Türkiye'nin önemli isimlerini, başka ülkelerde var ama bizzat Türkiye'ye önem verdik. Türkiye'nin önemli isimlerini getirdik, bizim sanatçıları tanıştırdık, bir konser programları yaptık ve ödül töreni yaptık. Onların içerisinde yani yalnız kültür değildi, milletvekilleri vardı, başka ülkelerden gelenler, büyükelçiler vardı vesaire. Bugün Türk Dünyası Edebiyat ve Kitap Festivali'nin ilkinin yani Bakü'den başka Gaziantep'te yapılması çok anlamlıdır. Öncelikle Şehit Kamil Belediyesi'ne, tüm çalışanlarına, başkanına çok teşekkür ederim. Gaziantep Valiliğine çok teşekkür ederim. Türk dünyasından farklı ülkelerden gelen önemli isimlere, dostlarımıza, arkadaşlarımıza teşekkür ederim. Yağmura, fırtınaya bakmayarak bu salon doluydu açılışta. O insanlara, sizlere, bu panellere baktığınız için, kitap festivaline katıldığınız için teşekkür ederim ve devamını yapmamız gerekiyor bu tür projelerin. Çünkü edebiyat, söz, kitap, birlik ve beraberliğimiz için en önemli taraflardan biridir. En önemli makamlardan biridir. Emeği geçen herkese bir daha teşekkürler bu festival için. Bir de bizim değerli Türkiye temsilcimiz Mahmut Özkoca'ya, güzel yazarımız Mahmut Özkoca'ya teşekkür ederim ve diğer gelen dostlarımızın konuşması için söz verip bitiriyorum. Hayal Hocama çok teşekkür ediyorum. Bu arada sistemimiz çalıştı. Menti.com sitesine girerek Azerbaycan denildiğinde aklınıza gelen ilk 350'yi yazarsanız burada konuklarımız da bunları görerek güzel şeyler aktarabilir. Kültürümüz sınırları aşan dev bir nehir. Peki bu nehir Anadolu topraklarındaki yankıları nasıl? Şimdi sözü çok değerli Reşat Macit Hocama bırakıyorum. Teşekkür ederim Erdal Bey. Ben de sizin namınızı selamlayıram. İlk defa Gaziantep'te olmak
olmaq çox xoş duyğular yaradır. Dünəndən bəri biz muzeylərdə olduq, həm bu Qaziantep'in tarixi ilə tanış olduq, şanlı bir keçmişi var və bu gün də Qaziantep bu cür etkinliklər təşkil etməklə hesab edirəm ki, öz tarixinin davamını göstərir. Mən də təşəkkür edirəm bu tədbirlərin təşkilatçılarına. 4 xəyal indi dedi, 4 dəfə bu Bakıda keçirilib Türk Dünyası Ədəbiyyat və Sənət Kitab Festivalı. Bugün artıq Qaziantep'də belə bir yüksək səviyyədə keçirilməsini alqışlayırıq. Mən Azərbaycan ədəbiyyatı Türkiyədə mövzusunda danışacağım və burada indi sizin yazdığınız sualların içərisində, cavabların içərisində Bəxtiyar Vahabzadənin adını görürəm. Oradan da Sovet dövründə bizim Türkiyədə ən məşhur şairimiz, millətçi, gözəl şairimiz Bəxtiyar Vahabzadə olub. Birdən indi mənim ağlıma gəldi, bəlkə Bəxtiyar Vahabzadənin bir şeirini deyim. Hardasa bu dəmdə dəryada batan var, vardırsa köməksiz, fəryada çatan var, dünyada alandan əvvəlcə satan var. Ateş öz-özündən birdən-birə yanmır, bir şey bu cihanda işsiz və səbəbsiz bihudə yaranmır. Vardırsa yaranmış, mütləq yaradan var, varsansa özündən əvvəlcə atan var. Dünya quru bir səs, qəm çəkməyə dəyməz, 100 itən olsun, min də bitən var. Şükr eləyəlim ki, bizlərdən həm əvvəl, həm sonra vətən var. Şairin ruhun yad elədi. Heç düzü mənim ağlıma gəlmirdi, birdən Bəxtiyar Vahabzadədən belə söz düşər, mən bu şeiri deyərəm. Elə bizim konumuza da çox gözəl uyğun oldu. Bizim deməli, İbrahim Yıldırım Türkiyədə bizim doktor var idi. Bir dəfə Bakıda çıxış elədi. 1000 il ərzində Azərbaycandan, Şirvanşahlardan Osmanlıya, Türkiyəyə gedən və müxtəlif sahələrdə uğurlar qazanan insanlar haqqında məni çox etkiləmişdi onun məruzəsi. Bizdə də ötən əsrin əvvəllərində Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə Türkiyədə çalışdılar. Türkiyə Cumhuriyyətinin vaxtında Əhməd bəy Ağaoğlu hətta millət vəkili oldu. Sovet dövründə dediyim kimi Azərbaycanda Türk adın çəkilməyə icazə vermirdilər. Türkiyədə də müəyyən sədlərdən keçən yazıçılarımız gəlib çıxırdı. Amma artıq ötən əsrin 60-cı illərində Azərbaycanda Türk yazıçılarının əsərləri nəşr edilməyə başladı. O cümlədən də Rəşad Nuri Güntəkinin Damğa, Çalı quşu əsərləri Azərbaycanda çap olundu, çox populyar oldu. Və mənim adım Rəşad da, mənim valideynlərim o Rəşad Nurinin əsərlərini oxuyub 1964-cü ildə mənə Rəşad adı verdilər. Və Azərbaycanda ən yaşlı Rəşadlardan biri mənəm. Düzü Türkiyədə Osmanlı Sultanı da olub Rəşad adında. Və bizim o dövrlərdə həm Azərbaycan böyük şairi, yazıcısı Yusif Vəzir Çəmənzəmli də Türkiyədə fəaliyyət göstərib. Dünən bizim çıxışçılardan biri Yusif Vəzir barədə danışmışdı. Müxtəlif deməli yazarların xidməti olub. Ərdar bəylə danışanda Erzurum Universitetində o vaxt çalışan Əli Yavuz Akpınar və onun Azərbaycanlı alim deməli Abbas Zamanov orada kitablar göndərirdi. Hətta Sovet dövründə bizim orada ayrıca Azərbaycan kitabxanası yaradılmışdı. Sonraki illərdə Turan Yazqan Xocanın xüsusi əməyi olmuşdu. Fəthi və Yusif Qədili qardaşları Azərbaycandan çox deməli əsərləri, yazıçıların əsərlərini çevirmişdilər. Mirzə Fətəli Axundzadə, Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Hüseyn Şəhriyar, Anar, Elçin, başqa yazıçıların əsərləri Yavuz Akpınar tərəfindən yayınlanmışdı. Eyni zamanda onlar haqqında ən iyi eleştiriləri də Yavuz Akpınar yaratmışdı. Son bizim müstəqillik illərində bizim Azərbaycan Yazarlar Birliyinin Türkiyədəki qurumlarla sıx əlaqəsi sayəsində xeyli əsərlər çap olunub. Türk Ədəbiyyat Vəqfi bizim
Əhməd Qabaqlının adı ilə yaranan və indi Sərhəd Qabaqlının rəhbərliyi elədiyi vəqf tez-tez Azərbaycan yazıçılarının kitablarını çap edir. İndi orada Türk Ədəbiyyatı Vəqfinin dərgisi, Türk Ədəbiyyatı dərgisi bizim İmdad Afşar rəhbərliyi edir. İmdad Afşar indiyənəcən 100-dən artıq Azərbaycan yazıçısının əsərlərini çevirib türk dilinə və mən çox deməliyəm ki, mənim özümün 3 kitabım çap olunub Türkiyədə, şeirlər kitabım bir daha gəlməyəcək, dəlicəsinə esselər, denəmələr kitabım çap olunub və qələmsiz yazılanlar, onu da həmin bu Türk Ədəbiyyatı Vəqfi nəşr edib. Burada mən deməliyəm ki, indi də Türk Ədəbiyyatı dərgisi tez-tez Azərbaycan ədəbiyyatının müxtəlif yazıçılarına dərginin bir saylarını həsr edir. Eyni zamanda bizim zəfərimizlə bağlı, Qarabağla bağlı da ayrıca bir əsərlər çap edib. Ondan sonra mən deməli Avrasiya Yazarlar Birliyini, mərhum Yaqub Öməroğlu bizim dostumuz, o deməli son illərdə Avrasiya Yazarlar Birliyinin Bəngü nəşriyyatı 200-dən artıq Azərbaycan yazısının əsərini çap edibdir. Kitab şəklində, eyni zamanda Qardaş Qaləmlər dərgisi var ki, o dərgidə artıq 20 ilə yaxında çap olunur. Orada bütün Türk dünyasından, ədəbiyyatdan nümunələr orada çap olunur və bir-birimizin ədəbiyyatı yaxın tanımaq baxımından bunun rolu böyükdür. Avrasiya Yazarlar Birliyinin keçirdiyi Türk Dünyası dərgilər konfransı, eyni zamanda deməli piyesalar, oyunlar müsabiqəsi, Türk Dünyası çevirmenlər festivalları, bunlar hamısı son illərdə bizim ədəbiyyat adamlarının bir-birini tanımasında böyük rol oynayıb. Yazarlar Birliyinin Türkiyənin İLESAM kurumu ilə da sıx əlaqəsi var, müqavilələrimiz var. Onlar da tez-tez Azərbaycan yazıçılarının əsərlərini çap edirlər. Dediyim kimi, mənim kitabım çap olunub, Azərbaycan xalq yazıcısı Anarın kitabı çap edib İLESAM. Eyni zamanda bizim tariximizlə bağlı digər kitabları da İLESAM tərəfindən çap olunub. Bir də deməli, uşaq ədəbiyyatı ilə bağlı kitablar çap olunub. Bunun içərisində müxtəlif dərgilərdə çap olunur. Bunların içərisində Zahid Xəlil, Əfsanə Laçın, Reyhan Yusif qızı, Rafiq Yusufoğlu, Sevin Sunru qızı kimi çocuk yazarlarının əsərləri yer alıbdır. Bunu da mən ayrıca xüsusi qeyd etmək istəyirəm. Firat Zəngin yayınçılıq evi tərəfindən Yusif Vəzir Zəmənli, Əlil Məmməd Quluzadə, Yusuf Səmədoğlu'nun Qətil Günü, İlyas Əfəndiyevin Körpü Salanlar əsəri, Fərman Kərimzadənin, Əbdülrəhim bəy Haqverdiyevin əsərləri çap olunub. Təmrin dərgisi var ki, bu Təmrin dərgisi də ayrıca bir neçə nömrələrin Rəsul Rıza, Bəxtiyar Vahabzadə, Zahid Xəlil və bizim digər yazıçılara həsr edib. Axır vaxtda bizim Gənclər dərgisi var, Ulduz jurnalı. Onlarla Türkiyənin Gənc Ürəklər dərgisi arasında müqavilə imzalanıb, onların xüsusi nömrələr çap olunub. Türkiyə türkçəsində Azərbaycan yazarlarının əsərləri və Azərbaycanda da Türk yazıçılarının əsərləri dərc olunubdur. İndi Türkiyədə populyar yazıçıların içərisində və daha çox çap olunan yazıçıların içərisində mən Anar, Elçin, Kemal Abdullah və digər yazıçıların adlarını çəkə bilərəm. Bugünkü hesab edirəm ki, bizim Qaziantep'də keçirilən 5-ci Türk Dünyası Kitab və Ədəbiyyat Festivalı da münasibətlərin davamıdır və mən bir daha bu tədbirin təşkilatçılarını təbrik eləməklə düşünürəm ki, gələcəkdə həm Özbəkistanda, Qazaxıstanda, Qırğızstanda, Türkmenistanda da bizim bu festivalların ardı keçiriləcək. Təşəkkür edirəm, var olun. Gəlin Azərbaycana. Ərdal bəy çox olub Azərbaycanda. Sizin də hamınızı dəvət edirik Azərbaycana. Təşəkkür ederim. Değerli Reşat Macit Hocama çok teşekkür ediyorum.
Ben bugünkü etkinliği dün paylaştığım zaman gece bir mesaj geldi. Mesajda Azerbaycanlı ünlü bir şairimizin şiirini seslendirmişti. Ben kendisini de bugün buraya davet ettim. Neticede konumuz Reşat Hocam'ın konusu Türkiye'de Azerbaycan Edebiyatı. Gaziantep'teki bir yansımasını izleyelim diye İbrahim Halil Kılıç Bey'i mikrofonu oraya verebiliriz veya nasıl isterseniz. Siz bu o fon de olabilir. Bilirsən mənə bir vaxt neler demiş o. Hakikatler söylemiş, efsaneler demiş o. Onun nağıllarıyla kanatlanmış hayalin, hayatılar, laylalar, teraneler demiş o. Beşiğimin başında gah gülmüş, gah ağlamış. Kundağımın bağını namelerle bağlamış. Benim eşkım, ilhamım, her neyim var onundur. Bu gamlar, bu elemler, bu mısralar onundur. Ben yazmirem, belki de yazır indi bu şiiri. Onun kızıl şuağı, tek gönül titreyişleri. Ben onun sayesinde boya başa batmışam. Anam beni doğuptur, ben alem yaratmışam. Evet, çok teşekkür ediyoruz. Azerbaycan Edebiyatı'nın Gaziantep'teki yansıması olmuş oldu. Şimdiki konuşmacımız Nezaket Mehmetli Hocam. Türk Dünyası'nın ortak dili dergilerimizde başlığı. Dil bir kale, edebiyatın hafızası olan dergilerimizde bu kalenin burçlarını ve dil birliğimizin izini sürmek için sizleri kürsüye davet ediyorum. Hamınızı xoş gördük. İki dövlət, bir millət olaraq biz doğma vətənimizdə özümüzü hiss edirik və Türkiyə dedikdə doğrudan da birliyimiz, qardaşlığımız ilk öncə ağlımıza gələn olur. Biz Türk dünyası olaraq oxşar dil və mədəniyyətə sahibik. Bu dil vasitəsilə biz ortaq mədəni əlaqələrimizin inkişafına çalışır, vacib adımlar atırıq. Oxşar dil və mədəniyyətlər bizi get-gedə daha da yaxınlaşdırır. Biz bu bağlılıq mənsub olduğumuz millətin etnik, mədəni, siyasi, tarixi səhvlərinə arxalanan milli hünsiyyət və ya milli qürur kimi öz mənavini daşıya bilir. İnsanlığımızın tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, torpağına, dilinə və adət-ənənələrinə bağlanmış dövlətçilik durur. Bizim ortaq dil mədəniyyətimiz elə bu prosesin əsas unsuru kimi çıxış edir. Bu bizim ortaq dil vahidi ilə təcəssüm edən dərgilərimizdə də özünü labid şəkildə xarakterizə edir. Nəzərinizə çatdırım ki, bizim Türk dünyası olaraq ortaq dil siyasətimizin əsasında hər birimizin anlayışa bildiyimiz, qavradığımız dil durur. Bəs dil nədir? Oxuduqlarımızı, əks etdiklərimizi,
bildiririk ki, dil insan ünsiyyətinin çox mühüm vasitəsidir. Dil təfəkkürlə sıx əlaqədar, informasiyanın qorunması və saxlanması sosial vasitəsidir. Biz ortaq türk dünyası olaraq bir-birimizlə mədəni əlaqələrimizi məhz aydın anladığımız, səlis başa düşdüyümüz dil vasitəsinin gücü ilə həyata keçiririk. Bildiyimiz kimi dünyanın bütün dilləri öz quruluşu, lüğət tərkibi və s. ilə fərqlənir. Ancaq ortaq türk dili demək olar ki, oxşar və uyğun tezlərə ihtiva edir və bugün də eyni oxşarlıqla qalır. Yəni, bütün dillər zamanla asılı olaraq dəyişir, ancaq nə xoş ki, Türk dünyasının ortaq dil proqramı bugün də mühüm qədər oxşar və anlaşılan şəkildədir. İndi özündə Türk xalqları arasında bir-birinə yaxınlıq, anlaşılmazlıq verir. Əlbəttə, hər bir xalqın dili söz və səs vasitəsilə danışıq ünsiyyəti əsasında təcəssüm tapır. Həm də bu tarixi yaddaş kimi səciyyələnir. Daha doğrusu, xalqımızın minilliklərlə hesablanan mənəvi mədəniyyəti həyatı onların dillərinin şifahi və yazılı formada, müxtəlif janrlarında özünü əks tapır. Təbiidir ki, hər kəsin ana dili onun canıdır. Onun birinci dərəcəli zahir əlamətidir. Xalqın milli psixologiyası, xarakteri, təfəkkür tərzi, mədəni yaradıcılıq dini və mədəni qurumu kimi mühüm xasiyyətləri, əlamətləri məhz bu dildə, mənsub olduğu ana dilində, dil vasitəsilə meydana çıxır. Bu səbəbdən dil sosial hadisədir. Türk xalqları böyük bir coğrafiyada yaşayan, ortaq tilk və mədəniyyət köklərinə sahib olan müxtəlif etnik qurumlardır. Əsas türk xalqlarının Azərbaycanlılar, türklər Anadolu, Qazaxlar, Özbəklər, Qırğızlar, Türkmənlər, Tatarlar, Başqırlar, Qaquzlar və s. daxildir. Bu xalqlar öz mədəniyyətlərin mədəni vasitələri deyərək qəzet və ədəb dərgilərdə eyni dil ünsürü ilə tərtib edib və bir-birinə təqdim edirlər. Məsələn, bizim yada düşdü Ədəb Bədii Nostalji dərgisində Azərbaycanın dili ortaq türk dili ilə uyğun proses qurur. Yəni, biz qardaş xalqın əsərlərini bu dərgilərdə çap edir, yaxud öz əsərlərini qardaş xalqların dərgilərinə göndəririk. Onlar da bizim əsərlərimizi eyni məhəbbətlə anlayır, eyni dərgilərdə çap etdirirlər. Ya da düşdü ədəb dərgisi daha çox Türkiyə Respublikasında, eyni zamanda türkdilli ölkələrin fəaliyyət göstərən ədəbiyyat dərgiləri ilə əməkdaşlıq edir, ortaq dil məsələlərində mühüm rol oynayır. Həmin ölkələrin ədəbiyyat adamlarının əsərlərini dərc edir. Biz türkdilli yazarlar olaraq Xasiyyət Rustam, Özbəkistan, rəhmətli Yaqub Ömərlinin Türkiyə, Ləbib Leponun və digərlərinin yada düşdü ədəbi dərgisində çap etmiş dil və mədəniyyət üzrə silsilə təsnifatlarına zəmin yaratmışıq. Bizim həmin şəxslərlə bir çoxu ilə ortaq dil proqramı üzrə sözün dil vahidinin qorunmasında birgə əməkdaşlığımız davam edir. Rəhmətli Yaqub Öməroğlunun ortaq dilləri üzrə mülahizələr bizim həmişə qürur hissi ilə doldurur və biz həmin qəbirdən olan platformalarda yaxından iştirak edir, qarşılıqlı münasibətlər qururuq. Mən bu fəaliyyət çərçivəsində Mayaxam dəstəyi təşəbbüsü ilə Türkmənistanda keçirilən Ataların İzində adlı proqrama da qoşulmuş, orada ortaq dil dilinin mədəniyyətimizin əhəmiyyəti ilə əlaqədar fikirlər səsləndirmişəm. 2018-ci ildə Türkiyənin Kastamonu şəhərində keçirilmiş 9-cu Türk Dünyası Ədəbiyyat Dərgiləri Kongrasında da yada düşdü, iştirak etmiş. Bu dərgi burada bizlərinin davranıq, qabarıq təcasürü ilə səy göstərmişdir. Eləcə də 2014-cü ildə ünlü söz adamı Mühərrəm Qubatın vasitəçiliyi ilə həmin Mənim saralmış yarpağa bənzəyər ömrüm adlı şeirlər kitabının türk oxucularına təqdim edilmişdir. Türkdilli olaraq ortaq mədəniyyət, dil, ictimai sosial zəmin qurmaq taktikasıdır. Bu istiqamətdə bizim bir çox fəaliyyətimiz örnək kimi səciyyələnə bilər.
Bunu aşağıdaki faktlarla göstəririk. Türkiyə Respublikanın Əskişəhər vilayəti 2013-cü ildə Türk Dili Ölkələrin Mədəniyyət Paytaxtı seçilmişdir. Həmin mərasimdə Türk Dili xalqların nümayəndələri iştirak etmişdir. 2014-cü ildə də Ərzurumda, 2021-ci ildə Şuşada, 2023-cü ildə Türkiyə Respublikası Ankara şəhərində Türk ölkələrin 6-cı qurultayında da yada düşdü iştirak etmişdir. Yer üzərində təqribən 5-6 min dil mövcuddur. Ortak dil dilimi də biz geniş yayılmış diller sırasında aid edirik. Çünkü bu dildə sayısız hesapsız insan danışır. Nə xoş ki, mən yenidən ortak dil və mədəniyyətimizə zəmin yaradan 5-ci kitab Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında iştirak edirəm. Mən biraz haşiyə çıxım, mən illərdir Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitab Redaksiyasında çalışıram. Orada baş redaktoram. Bu kitab illərdir şəhidlər haqqında ensiklopedik toplularla yazılması ilə məşğuldur. Orada Türk soylu bizim müharibələrdə iştirak etmiş vətəndaşların da adları həmin kitablarda əbədiləşir. Artıq demək olar ki, İkinci Dünya Müharibəsindən başlayaraq dövrdən bilirsiniz ki, o vaxtı Azərbaycandan həmin müharibəyə 700 minə yaxın vətəndaşımız cəlb olunmuşdu, onun 300 mini geri qayıtmamışdı. Və bu kitabda həmin o 300 min şəhidimizin 17 cilddə, ensiklopedik cilddə A'dan Z'yə qədər bütün adları əbədiləşmişdi. Ondan sonra bilirsiniz ki, biz məcburən qoşulduğumuz bu Qarabağ müharibəsində əsir etkin girovlarımızın 4000-ə yaxın əsir etkinimizin haqqında 4 cildlik 2 dildə Azərbaycan və İngilis dillərində kitablar çap etdik və bunu dünyanın bütün ölkələrinə göndərdik. Ondan sonra bilirsiniz, dünyaya səs salan bir zəfərimiz, 30 illik həsrətə 44 gündə son qoyan qələbəmizin müharibə əfsus ki, şəhərlərsiz mümkün deyil. 300 mindən artıq şəhidimizin adları da 4 cildliyimizdə özünə yer tapdı. Onların biraz geniş məlumatları şəkilli halda biz 4 cildə verdik və mən o barədə çox şanslı insanam ki, mən tarix üçün müəyyən bir iş görə bildim. Və bilirsiniz ki, redaksiya olaraq tez-tez bizə şəhidlərlə bağlı olduğuna görə redaksiyamız tez-tez bizə şəhid ailələri müraciət edirlər araşdırmalardan ötürü. Bir gündə aprel döyüşlərində yoldaşı şəhid olmuş bir ana gəldi. Yanında balaca bir qız uşağı, 6 yaşı olardı. Və ana birdən-birə həmin o qız uşağını demək olar ki, unutdu və özünün həyatına üsyan olaraq dedi ki, 3 uşaqla mən tək qaldım. Yəni, balaca və hələ onda bilirsiniz ki, aprel hadisələrində kiçik bir Lələtəpə, bilirsiniz ki, o vaxtı qələbə hesab olunurdu biz üçün. Və o çox hevslənirdi ki, yəni, bütün bir qələbə deyildi, balaca bir qələbədə onun yoldaşını itirmişdi. Və uşaq birdən atasının haqqında danışılanlarını eşitdi, hönkürtü ilə ağlamağa başladı. Və onlar gedəndən sonra mən istərdim o şeiri sizə deyim. Belə bir şeir yarandı. Ağlama, ağlama şəhid qızı. Dərdim mənə tanışdı. Ürəyim paramparça, qəmim naxış-naxışdı. Ağlama şəhid qızı. Mən də ata itirdim. Atamı itirəndə elə sən yaşdaydım. Sanırdım ki, hamıdan güclüdür mənim atam. O körpə ürəyimdə atam idi qəhrəman. Göydən ulduz desəm yığıb yerə tökəcək. Qarlı dağın başında mənə gül bitirəcək. Sanırdım hər arzumun açarı atamdadır. O mənim ümid yerim, o mənim arxamdadır. Ağlama, ağlama şəhid qızı. Bax mən necə böyüdüm.
Atasızlıq göz yaşın atamın üz qoyduğu məzarında gömürdüm. Əvvəllər düşünürdüm, bir gün insafa gələr, qalxar o daşın altdan, arzularımı görər. Böyüdüm şəhid qızı. Atadan söz düşəndə ürəyim yaman əsdi. Sığınıb bir küncə mən o əsən ürəyimə özüm oldum təsəlli. Anam tez-tez deyərdi, əgər yaxşı oxusan atam mütləq biləcək, o haçansa gələcək. Beləcə yalanları ürəyimə bələyib, ümidlərə söykənib, böyüdüm şəhid qızı. Sən də böyüyəcəksən. Gerçəyi yalan bilib yalanı sevəcəksən, tutacaqsan ümidin təsəllinin əlindən, sən də böyüyəcəksən. Ürəyində ağrı yük, amma təsəllin böyük. Sən şəhidin qızısan. Mən də ata itirdim. Atamı itirəndə elə sən yaşdaydın. Evet, çok teşekkür ediyoruz Nezaket Mehmetli Hocam. Bu arada değerli konuklar, dergilerin dildeki en büyük etkisini ben Balkanlarda bizzat yaşadım. Oradaki dergiler ve gazeteler yıllarca orada Türklük kimliğinin korunmasındaki en önemli aktörlerden olmuş. Şimdi sözün bittiği yerde saz, bilginin derinleştiği yerde görselin gücü başlar. Birlikte Şehit Kamil'in aziz hatırasına süzülüp Şuşa'nın yamaçlarından açan o masum ama vakur çiçeğe, arı bülbüle bir yolculuğa çıkalım. Sevgili məhbub mənim, vətənimdir, vətənimdir, vətənim. Vətəni sevməyən insan olmaz. Olsa da o şəxsə vicdan olmaz. Ay aman, yar ay aman ey. Sən məni sən mənim köksümdə çarpın ürəksən, mən sənin köksündə kiçik bir zərrə. Mənə qanat verən, mənə qanat verən o diləksən, adına özünə vətən deyirəm, çölünə düzünə vətən deyirəm. Değerli konuklar, Azerbaycan dediğimizde, Ahmet Cevat'ın İstiklal Ruhu dediğimizde zihnimizde açan tek bir çiçek var, arı bülbül.
Arı bülbül bilindiği üzere dünyada sadece Şuşa'da, o mübarek topraklarda yetişir. Biz bugün burada Gaziantep'te Şehit Kamil'in hatırasıyla Arı bülbülün kokusunu birleştirdik. Şimdi Arı bülbül ile Anadolu'da dalgalanan Albayrak aynı ruhun iki farklı görünümünde hem Arı bülbülün hikayesini hem de Türk Edebiyatı'nda Karabağ'ı dinlemek üzere ben sözü Zemfira Meherretli hocama bırakıyorum. Hər birinizə təşəkkür edirəm. Bu mahnıdan sonra ümumiyyətlə danışmağa heç bilmirəm necə olacaq. İlk gəncliyimdən elə həmişə Qarabağdan yazdım. Siz təsəvvür edin ki, 30 ildə Azərbaycan nələri yaşadı, nələri yaşadı. Bax, həmin o yaşantılarımızı söyləyən bir şarkıdır bu. Bu gənc uşağın, o çocuğun söylədikləri hər biri bizim yaşantılarımızdır, üzüntülərimizdir. Çox şükürlər olsun ki, həmin illər, həmin istirab dolu günlər, saatlar, hər birisi artıq keçmişdə qalmır və biz Azərbaycan xalqı olaraq çox məşəqqətlərdən keçdik həmin illərdə. Elə bilin ki, işğalçı Ermənistan ordusunun havadarları olan güc dövlətləri bizim qələbə saatımızın yaxınlaşmasına, bizim əzəli, əbədi torpaqlarımızın qayıtmasına hər vəclə mane olurdular. Bunu heç kəs də bilməsə, Türk dünyası bilirdi. Və çox şükürlər olsun ki, biz bu günləri yaşadıq və Türk dünyası ilə, Turan illəri ilə hep bərabər yaşadıq. Mənim bugünkü konum ümumən Türk dünyası ədəbiyyatında Qarabağ savaşı və zəfəri konusudur. Çalışacağım bəzi məqamları sizə anlatan. Bizim Azərbaycanda belə bir deyim var. Müharibə uşaqları. Başqa sözlə desək, savaş çocukları. Bizim Azərbaycan ədəbiyyatında Böyük Vətən müharibəsi deyək də, 41-45-ci illər müharibəsi dönəmində doğulan yazıcılarımıza elə söyləyirlər, müharibə uşaqları. Biz uzun illər gənc yaşlarımızdan həmin o müharibə uşaqları adlanan yazıcıların əsərlərini oxuya-oxuya böyüdük. Və böyüyə-böyüyə də müharibəyə nifrət elədik. Qanlı savaşlara, ağır müharibələrə, nifrət ruhunda böyüdük. Amma nə olsun ki, bir də onda gözümüzü açıb gördük ki, özümüz də artıq zorən müharibəyə cəlb olunmuşuq. Qanlı Qarabağ savaşı bizim həyatımızdadır, gerçək həyatımızdadır, bizim içimizdədir, bütün varlığımızdadır. Təbii Azərbaycan xalqı bütün gücünü, qüvvəsini səfərbər edib, hər birimiz hansı sahədə çalışmağımızdan asılı olmayaraq, hər birimiz nə eləsə o qələbənin gəlməsinə, yaxınlaşmasına biz kömək eləmək istəyirdik. Heyhat maneələr çox idi, təbii çox idi. Qaçqınlarımız, köçkünlərimiz, çadır şəhərciklərində ilan məliyən o aran torpaqlarında, öz yuvasında, öz yurdunda didərginə çevrilmiş soydaşlarımız. Bütün bunlar hamısı problem idi. Və həmin o ağır illərdə Azərbaycan yazıçıları ayıq-sayıq bu mövzunun keşiyində dayandılar.
və qələm arkadaşlarımız bu mövzunu öz ömürnamələrinə yazdılar, öz yaradıcılıq bioqrafiyalarına yazdılar və Qarabağ mövzusunda, Qarabağ savaşı mövzusunda çox qüvvətli yazılar, qüdrətli əsərlər yarandı. Mən ilk növbədə istərdim bizim ədəbiyyatımızda Qarabağ mövzusunda yazan yazarların adlarını çəkim, bir neçə əsərini xatırladım. Təbii ki, hamısını bir çıxışda, bir məruzədə söyləmək çətindir. Amma çalışacağım. Deməli, müharibənin ilk illəri, Qarabağ savaşının tüğyan elədiyi o ağır illərdə Azərbaycan publisistikası çox önə keçdi. Siz bilirsiniz, publisistika dövrün salnaməsini yaradan bir janr növüdür, daha doğrusu bir janrdır və publisistlər həmişə bu baxımdan digər bədii janrlarda yazan yazarları bir növ qabaqlayırlar. Publisist sözü həmişə sövq edən, çağıran, səsləyən, mücadiləyə aparan, bax belə bir sözdür və mənim ətrafımda elə həm də publisistlər əyləşiblər, mənim qələm dostlarım əyləşiblər. Biz jurnalistika söyləyirik, sizdə bəzən buna qəzetçilik deyirlər. Yəni, jurnalistikada Azərbaycan mətbuatında öz sözünü söyləmiş qələm arkadaşlarım mənim ətrafımda əyləşib. Publisistik yazılar, inanın ki, birbaşa düşmənə tuşlanırdı, birbaşa Azərbaycan həqiqətlərini açırdı. Mən Azərbaycan Yazıçılar Birliyinin sədri, ustad yazıçımız, xalq yazıçısı Anarın publisistikasını göz önünə gətirirəm və onun yaradıcılığı ilə bağlı bir neçə məqalə yazmışdım. Elə o illərdə, sonraki illərdə də düşmənin xəyanətini, o torpağımızda yaşayan, suyumuzu içən, Azərbaycanın havasını, təbiətinin gözəlliyini, hər bir şeyini dadan, görən, o nankör xislətli qonşunun bədnam əməllərini çatdırırdı. Publisistika öz işini görürdü. Qədim Yunan filosofu Diosfenin belə bir müdrik kəlamı var, bu günümüzə gəlib çıxıb. O insanlara öz natiq kimi çıxış eləyərkən meydanda onu dinləyənlərə belə bir söz deyirmiş. Mən sizi inandırsam, siz mənim arxamca gələcəksiniz. Bax, publisistlər inandıran kəslərdir. İnandıran, sövq edən, arxasınca aparan. Mən bizim xalq yazıçımız, daha doğrusu xalq şairimiz, həm də yazıçıdır. Sabir bəy Rüstəm xanımın adını çəkmək istəyirəm, onun ömür kitabını xatırlatmaq istəyirəm. Həmin ömür kitabı, deməli, bizim nankör qonşuların, onların belə deyək də bir ideologu söyləyək, milliyyətçi Zori Balayanın Ocaq kitabına cavab olaraq ömür kitabı yazılmışdı və çox popülyar olmuşdu və bu kitabla bağlı indi də elə əfsanələr söylənilir. Ümumən Sabir bəyin o azadlıq hərəkatında iştirakı ilə bağlı. Sonra mən xalq yazıçımız bir qədər öncə rəhmətə getdi. Elçin Əfəndiyevin Bayraqdar povestini misal gətirmək istərdim. Bu əsər haqqında da mənim bədii düşüncədə Qarabağ əsərimdə, kitabımda bir araşdırma yazısı var. Bayraqdar əsəri elə o illərdə qaçqın köçkünlərin taleyinə, onların ağır həyat hekayətlərinə həsr olunmuşdur. Ümumən bizim deməli, Azərbaycan ədəbiyyatında bu mövzuda çox gözəl əsərlər yazılıb. Mən Xəlil Rıza Ulutürkün hələ Lefortova zindanlarında həqiqəti söylədiyinə görə ruslar tərəfindən həbsə atılmış Xəlil Rıza Ulutürkün şeirlərini göz önünə gətirirəm. Mən Rəsul Rızanın, Anar ustadın babası, atası Rəsul Rızanın o vaxt hələ 81-ci ildə yazdığı Şuşan mənim şeirini göz önünə gətirirəm. Təsəvvür edin ki, bizim xalq şairimiz 81-ci ildə uzaq görmə görücülük deyirlər də, elə bil ki, duymuşdu ki, bizim torpaqlar işğal oluna bilər və üzünü şeirində
öz millətinə tutub deyirdi ki, bu gözəl yerlərin qədrini bilin. Bu gözəl yerlərə həmişə, bu Qarabağımıza, bu füsunkar gözəlliklərinə həmişə düşmənin gözü sancılır, həmişə onlar bizim torpaqlarımıza susuyurlar. Bu siyahını çox artırmaq olar. Məsələn, bizim klasik nəsrimizin deyimdə ustadlarından olan, çağdaş nəsrimizin daha doğrusu ustadlarından olan mən Anar bəyin yazılarını dedim sizə. Müasir günümüzə, ondan sonraki gələn nəslə mən istinad eləmək istəyirəm. Mən bizim çox gözəl şairimiz Rəşad Məcidin Qarabağ mövzusunda şeirlərini xatırlatmaq istəyirəm. Onun Xarı Bülbülə həsr olunmuş şeiri, Göz yaşı şeiri, Şuşaya həsr olunmuş şahanə bir şeiri, ona müğənnilər şarkılar oxuyurlar. Bütün bunları xatırlatmaq istəyirəm və hələ Rəşad bəy şeirlərinin birində bizim qələbəmizin lap yaxında olduğunu duyurdu və yazırdı. Bir bəndini söyləyəcəm. Qan yaddaşım ol eləyib duyğularıma, əfsanələr cavab verib sorğularıma, bir igid də tez-tez girir yuxularıma, at belində, döşündə saz, əlində qılınc. Yəni, şair fəhmi ilə, şair duyumu ilə bu gerçəkliyin yaxında olacağını düşünürdü. Mən tanınmış Azərbaycan yazarı, şair, publisist Xəyal Rızanın Qarabağ mövzusunda bir neçə şeiri haqqında danışmaq istəyirəm. O şeirlərdən biri mənim diqqətimi həmişə cəlb eləyir və o şeiri bizdə Azərbaycanda inanın ki, əzbər söyləyirlər. Evsiz qapı şeiri. Evsiz qapı şeirində bizim Xəyal bəy qapılar haqqında yazır. Paslı qapı, hisli qapı, tozlu qapı, qızıl qapı, mis qapı, insanların yaşayış tərzindən asılı olaraq onların qapıları olur da, mənzillərinin qapıları. Onu çox gözəl bilirsiniz. Çox varlıların qızıl qapısı da ola bilir. Amma burada söhbət evsiz qapıdan gedir. Evsiz qapı. Görün, Xəyal Rıza nə yazır? Salam, köşkün qapı, tərtəmiz qapı. Salam, evsiz qapı, ən əziz qapı. Yəni, didərgin düşmüş sahibinin evinə artıq heç vaxt dönməyəcəyini bilən qapı və onun yaşadığı yurd yuvanın düşmən tərəfindən dağıdılmış, təkcə qapısı qalan bir evin, yəni didərgin evinin, didərgin yuvasının təsvirini verir. Xəyal Rızanın bir şeiri də var, onu da bizim Azərbaycanda və qonşu elə ölkələrdə də çox sevirlər. Zəhra adında bir şeirdir. Deməli, 2017-ci ildə, hələ bizim 44 günlük Zəfər Savaşımızdan öncə, bizim sınırlarda olan bir bölgəmizdə ermənilərin növbəti təxribatı nəticəsində bir ailə, bir nənə, qızın elə bir çocuğun anası da, belə deyək, anasının anası, belə deyək də, böyük annəsi öz çocuğu ilə birgə həyətlərində gülləri suvarırmış, çiçəklərə baxırmış və o qrad atılır və o mərminin təsirindən onların hər ikisi həlak olur. Bax, o hadisəyə aid belə bir şeir yazıb. Körpələr mələkdilər, Zəhra. Sənə silah çəkdilər, Zəhra. Mələyə qıyarlarmı heç? Mələyə qıydılarmı Zəhra? Göz yaşım quruyarmı Zəhra? Ədəbiyyatımızda o qədər belə ürək göynədən şeirlər çoxdur, hekayələr çoxdur. Bütün bunlar insanın içimizi bir qədər rahat edir ki, yəni bu yaşadığımız o istirablı anların heç olmasa tarixləşdirə bilmişik. Mən elə Nəzakət xanımın da Qarabağ mövzusunda yazılan əsərlərinə diqqət yetirmək istəyirəm. Onun bir möhtəşəm zəfərimizi tərənnüm eləyən bir şeirini sizin üçün bir bəndini söyləmək istəyirəm. Adı belədir. Qoy adını deməyim, şeiri söyləyim və siz biləcəksiniz ki, onun adı nədir.
Dalğalanır arzuların bayrağı, hər təbəssüm bir ümidin yarpağı. Zəfər ətri bürüyübdür torpağı, Qarabağa bahar gəlir ilahi. Şeir elə belə də adlanır, Qarabağa bahar gəlir ilahi. Mən bizim gənc yazar Banu Mühərrimin də bir neçə Qarabağ şeirini xatırlatmaq istədim. Onun Şəhid Əskər şeiri var. Çox duyğulandırır insanı və qazilərimizə və al qanı bizim əzəli əbədi torpaqlarımıza səpələnmiş şəhidlərimizə ehtiramla yazılmış bir şeirdir. Amma burada zəfər motivi güclüdür. Havalansın qucağından xanın səsi. Dolu köhlən atlarının, dəli köhlən atlarının od nəfəsi. Qoy bu zəfər, bu qələbə zəngiləsi dinsin daim səhər axşam. Tarımızda qalsın Şuşam. Tarımızda qalsın Şuşam. Tarıda qalsın Şuşam. Mən indi çox istəyirəm ki, bir neçə misal Türk dünyası ədəbiyyatında Qarabağ mövzusunu daim işıqlandıran, Azərbaycanın dərdinə, kədərinə, o illərdə deməli yanan, ürəyinin odu ilə yazan bir neçə ədiblərin adını çəkmək istəyirəm. Mən Xasiyyət Rüstəmin adını çəkmək istəyirəm. Rəşad Məcid bayaq bir gözəl söz söylədi, deyir o Azərbaycanlıların qızı idi, onları vermişik özbəklər aparıb. Belə bir şey söyləyir, yəni o doğrudan da Azərbaycan sevdalısıdır. Onun iki əsərinin adını çəkmək istəyirəm. Biri deməli 44 günlük müharibəmizdən öncə 20-ci ilin iyulu səhv eləmirəmsə təxribatlar oldu. Növbəti erməni təxribatları zamanı baş verən hadisələr haqqında Xəsiyyət xanım 44 günlük, yox, Xəsiyyət xanım onda o qızın adı Lalə idi, adlı poemasını yazdı və həmin hadisələr zamanı yurd yeri dağılmış Lalə adlı gözəl bir gəncin həyat hekayəsini qələmə aldı. Onun bir əsəri də var, 44 gün adlanır. O da bizim zəfər, qələbə, zəfər savaşımıza həsr olunub. Mən bir gözəl deməli məqamı da o xanımla bağlı sizə çatdırmaq istəyirəm. Müharibənin deməli sentyabrın 27-si 2020-ci il Azərbaycanın həyatında bəlkə çox belə həssaslıqla yadda qalacaq bir gündür. Həmin gün bizim artıq müharibəmiz başladı və o müharibənin təzəcə deməli cövlan elədiyi və başladığı vaxtlarda Xəsiyyət xanım Türk dünyası yazarlarından əlavə digər ölkələrin də tanınmış ədiblərinin imzası ilə, 14 nəfərin imzası ilə bir məktub göndərdi bizim Sayın Cümhurbaşqanımız İlham Əliyevə. O məktub həmrəylik məktubu idi və dünya ölkələri yazarlarının bizim haqq işimizə, bizim mücadiləmizə verdiyi dəstəyin nümunəsi idi. Mən İmdad Afşarla bağlı bir neçə söz deməyə bilmərəm. İmdad Afşarın adını bayaq Rəşad bəy də çəkdi. İmdad Afşar Azərbaycan ədəbiyyatını çox mükəmməl bilən, bizim dilimizdə, bizim Azərbaycan türkçəsində bəlkə bizdən də yaxşı konuşan bir türk ədibidir. İstanbulda yaşayır və bizim xeyli kitablarımızı o Azərbaycan türkçəsindən Türkiyə türkçəsinə ıvıllaşdırıb. Mənim də bir kitabımı o çevirdi və zəfər kitabımdır, Zəfər Yolcuları İstanbulda çıxdı. Ondan öncə iki kitabım Türkiyədə çıxmışdı. Biri deməli İlisamla Azərbaycan Yazıçılar Birliyinin birgə projesi əsasında çıxan Sonbaharın İlqımları əsəri idi. Orada da Qarabağ hekayələri yer almışdı. Bir kitabım da lap o ağır vaxtlarda 1999 yılında Qarabağda Savaş Var adlı kitabım İstanbulda çıxmışdı. O ilk kitabım idi, Türkiyədə çap edilər. Danışmağa söz çox, amma nə yaxşı ki bu zəfər oldu, nə yaxşı ki elə Türk xalqlarının və bizi sevənlərin hər birinin başını dikəltdi bu zəfər. Bizim utanç hissimiz bir dəfəlik aradan qalxdı.
Çünki o torpaqların işğalına biz dözə bilmirdik. Həqiqətən Azərbaycan kişisi dözə bilmirdi. Və Azərbaycan kişisi öz sözünü dedi və ikinci savaşımızda yox, amma birinci savaşımızda bir maraqlı faktı da deyim ki, 1500-dən artıq bayan döyüşçü, qadın döyüşçü birinci Qarabağ savaşında odlu səngərlərə atılıb, isti ev eşiyini, öz eşini, öz körpəsini, övladını, hər bir şeyi qoyub və isti ev eşiyindən soyuq səngərlərə atılıb və nə qədər qadın döyüşçülərimiz bizim şəhid olublar. Mən 100-ə yaxın qadın döyüşçü haqqında, döyüşə qızlar gedir, Qarabağda savaş var, Qırxqız dastanı, Qarabağ müharibəsi, zərif taleylər, İngiliscəsi var, Qarabağ War Witnessed by Women, Qarabağ müharibəsi şahid qadınların gözü ilə. Ruscası var, Karabazkaya vayna srajались и женщины. Yəni bu bizim həyatımız oldu. Elə jurnalistikada da gənc illərimiz bu mövzuya söykəndi, başqa cür ola bilməzdi. Mən təşəkkür edirəm hər birinizə, dəstəyinizə görə, belə diqqətlə dinlədiyinizə görə. Yaşasın Turan elləri. Türkün, Türkdən başqa dostu yox. Bir olar, möhkəm olar, başqa yolumuz yox. Ümidlər arası. Evet, hocam çok teşekkür ediyoruz. Bu arada ben 2020'de muharebe yeni bittiğinde oradaydım. Bizim Türkiye'de de şehitlerimize çok değer veriyoruz ama Azerbaycan'da gerçekten çok daha farklı bir değer veriyorlar. Oraya gittiğimizde özellikle ben Nahçıvan'da da görmüştüm. Tüm köylerin, kasabaların girişinde o muharebede şehit olanların fotoğraflarını, resimlerini hem girişte hem çıkışta görebiliriz. Bu anlamda Nahçıvan, Azerbaycan'daki, Karabağ'daki şehitlerimiz başta olmak üzere tüm Turan ellerindeki şehitlerimizin de mekanı cennet olsun. 2020 yılında ben bu muharebedeki o şehitlerin daha böyle definleri yeni yapılırken Kosova'ya gitmiştim. Kosova'da Şevki Yılmaz abimiz var. O da onun bir müzik odası var. Oraya girdiğimde Çırpınar'da Karadeniz'i hemen söylemek istedi. Kas İslam ordusunda Kosova'dan gelen şehitlerimiz de vardı orada mezarlıkta. Şevki abi dedim dur. Burada Çırpınar'da Karadeniz'de işte artık Karabağ asacağız değil, Karabağ astık biz deyince bir şok oldu. Hemen internetten açtı, notaları aldı ve şu anda tüm Balkanlarda Şevki abi tüm seslendirmelerinde artık Karabağ asacağız değil, Karabağ astık biz namelerini tüm Balkanlarda kendisi seslendirmekte. Bu Karabağ zaferi sadece Azerbaycan için değil, tüm Türk dünyası için de çok önemli bir zaferdi. Şimdi sözü en sonda genç kardeşimiz Banu Muharrem Hocam'a bırakacağım. En zor konulardan bir tanesi de o. Türk ve Azerbaycan edebiyatında beşeri vahdet felsefesi. Kendisini sahneye davet ediyorum. Uzun süren savaştan galip çıkmış bir ülkenin vatandaşları olarak, kardeş ülkenin, özellikle Türk dünyasının toplandığı bu salonda ve özellikle 14 yaşlı şehit Kamil'in ismini taşıyan bu salonda bir araya gelmekten mutluluk duyar. Herkese selamlarım. Ruhumuzun uzaklarda değil, tam içimizde olan doğma parçası. Sənə salam gətirmişik. Göygölün sahilində pıçıldayan kəpəzin rüzgarından, Xəzərin sahilindəki martılardan sizə salam gətirmişik. Odlar yurdu can Azərbaycanın sönməz ateşindəki hərarətlə Anadolu'nun qədim səmimiyyətinə, gözəlliyinə bir yürək sevgi sığdırıp getirmişik. Biz elə bir ulu çınarın qollarıyız ki,
Kökümüz tarixin dərinliklərində, o qədim Orxon abidələrinin daş yaddaşında qovuşur. Yarpaqlarımız fərqli yönlərə baxsa da, çiçəklərimiz fərqli yönlərdə açsa da, gövdəmiz, suyumuz, duamız, dualara açılan əllərimiz birdir. Daha dün bu salonda Çırpınırdın Karadeniz şarkısı okundu. Çırpınırdın Karadeniz şarkısı okundu ve onu deyip çarpan her yürek bugün Bakı'nın Qız Qalasında, Ankara'nın qalasında eyni vüqar ilə döyünməkdədir. Sizə ithaf etdiyim bu sözlər sadəcə bir mətin deyil, həm də Anadolu'nun bağrından Qafqazın zirvəsinə çəkilmiş gönül körpüsüdür. Bugün Yunus Emre'nin o saf Türkçesi, Füzuli'nin o yanar aşkı, Ahmet Cavad'ın istiqlal ruhu bu salonda yaşamaktadır. Bəzən Xəzərin sahilindən boylanıb Qaradenizin xırçın dalğalarına baxanda qarşıdan gələn o pıçıltı insana diyor ki, yalnızlıq bir illüziyadır. Anadolu və Qafqaz sadəcə coğrafi yaxınlıq deyil, misralarla toxunmuş sarsılmaz bir tale birliyidir. Şiirdir, ədəbiyyatdır, fəlsəfi vəhdətdir. Azərbaycan və Türk ədəbiyyatı bəşəri aşkın izində insanı kainatın güzgüsü, yani aynası gibi görən uca bir məktəbdir. Nizami Gəncəvi, Füzuli, Cəlaləddin Rumi, Yunus Emre, Əhməd Cavad, Mehmet Akif Ersoy, Bəxtiyar Vahabzadə, Necip Fazıl Qısakürək və başqaları bu vəhdətin fəlsəfəsini kendi mısralarında gösteriyor. Nizami Gəncəvi Gəncənin sükunetinden dünyaya səslənərkən insanın iç dünyasının zənginliyini sərgiliyordu. Onun bəşəri çağrışı Anadolu'nun bağrında Mövlana Cəlaləddin Rumi ile qovuşmaqdadır. Bakın, Nizami'nin xəmsəsindəki adalet ve aşkı araması Rumi'nin "Gel, ne olursan ol yine gel" nidası ile aynı dergahta diz çökür. Biri şərqin hikmətini, diğeri gönül genişliğini eyni noktaya, yani insana yönlendirir. Eşkin ve kederin dili birdir, tercüman edilmez. Mehmet Füzuli Bağdat'tan Təbriz'e, oradan da İstanbul'a kadar uzanan o nəhəng gönül coğrafyasının tacidarıdır. Onun "Məndə Məcnundan Füzun aşıqlı istedadı var" demesi Anadolu halk ozanı Yunus Emre'nin sevilerek sevdirek felsefesiyle aynı bulaktan su içmiş oluyor. Su içmiş, evet. Füzuli'nin Su kasidesinin o müqəddəs həsrət hem Arazın coşkunluğunda hem Sakarya'nın akışında eyni müqəddəsliği daşıyır. Bakın, bununla bitmir. Bir de vardı azatlığın, yani özgürlüğün ve ümidin şairleri. Zaman geçtikçe bu bağ daha da güçlenmektedir. Azerbaycan'ın istiqlal şairi Əhməd Cavad "Çırpınırdın Karadeniz, baxıb Türk'ün bayrağına" deyərkən aslında sadece bir bayrağı değil, ortak bir tarihe, bir azadlıq aşkına salam verirdi. Bu salamı Anadolu toprağında Mehmet Akif Ersoy kabul ederek "Hangi çılgın bana bir zinciri vuracakmış, şaşarım" diyor, söyleyerek aynı hürriyet ateşini alovlandırmaktadır. Azerbaycan şairi Bəxtiyar Vahabzadə "Bir ananın iki oğlu, bir ağacın iki kolu" söyleyerek bu vəhdətə kendi möhrünü vuruyor. Onlar
aynı dərdin, aynı sevincin və aynı büyük gələcəyin haberçileridir. Şehriyarın Heydər Babaya salamı Anadolu'nun en uzak bir köyünde, kentinde bir ananın yavrusuna okuduğu layladır, ninnidir. İşte bu yol yürekten yüreğe giden yoldur. Bu yol birliktir, vahdettir, kardeşliktir, felsefedir, doğulmakta olan bir aşktır. Ben de bu aşkın betinde kısa haşiye çıkmak istiyorum. İlk kez, yani şu an sizinle buradayımsa, ilk kez Türkiye'de, ilk kez hayallerimin şehrinde, Gaziantep'teyim. Yani ben buraya gelmezden önce Türkiye'den de ilk gitmeyi istediğim bölge Gaziantep olmuştu. Şükür bugüne kimi burada sizlerin karşısındayım. Bunun için Hayal Rıza hocamıza teşekkür ederim. Bana en büyük destekçilerden biri odur. Ve ilave ediyorum ki daha Gaziantep'e yağmurla gelince ben de solumda bir aşk cücerttim. Benim de gelişim bereket ve aydınlık dolu, su içinde oldu. Yani sırılsıklam bir halde, soğuk ellerde ancak sıcak yürekle geldim. Bu fevkalade şehre gideceğim için üzülsem de vatanıma, Azerbaycan'a, bu vatanımdan diğer vatanıma içimde bir vehdeti aşkla döneceğim. Hani gel, ne olursan ol yine gel söyleyen Rumi'nin sözlerine kulak verip bir gün geri döneceğim. Ve gidişimi üzülerek kendi yazdığım şiirimle sonlandırmak istiyorum. Ben daha çok sevgi şiirleri yazırım. Ama gidişimle bağlı bir şiir seslendireceğim. Yollara bak, öyle hey, yürüdükçe uzanır. Bu yollar ayrılıktan göresen ne kazanır? Yol özü de yorulur, uzanmaktan usanır. Bu yola ayrılığı derin kazıp gedirem. Bu gece benlik değil, zaman beni dişliyor. Darıkmaktır ayrılık, lap kanıma işliyor. Keder gözümden ahır, gözyaşlarım şşş diyor. Ayrılığın adına şiir yazıp gedirem. Vidalaşıp gedirem. Yağmurlar name çalır. Şenlikler dağılır mı? Yel yağmura dolanır. Özüm gedirem ama yüreğim burada kalır. Bu şehrin izinden yolu azıp gedirem. Keçi inadı kimi inadım var savaşta. O çok hikayem oldu bu avluda, bu yaşta. Tutma kolumdan beni, incidirsen yavaş da. Gönlüm, senin hükmünü özüm cızıp gedirem. Teşekkür ederim. Banu Hocama da edebiyatın derin felsefi boyutunu araladığı için teşekkür ediyorum. Konuşmalarımız bitti ama son şiiri Hayal Hocam okuyacak. Şimdi mikrofonu ona bırakıyoruz. Değerli dostlar, bu bir 10 gün bundan önce, bir hafta 10 gün bundan önce Rumunya'da bir poezya festivali vardı. Bizim değerli Macaristan'dan gelen iki şair dostumuz var burada. Atilla Balaş ve İnvas Turc. Onların davetiyle ben Rumunya'da seferdeydim. Orada bir şiir yazdım. Banu Hanım'la
şiir söylemesinden təsirləndim, dedim mən də söyleyeyim onu, bitirək. Müzik verirsiniz bize. Dostum, ay dostum, müzik olacak müzik. Bu arada Romanya çok güzel idi, Zalao şehrindeydik biz orada. Bu göy kimin göyüdü? Bu yer kimin yeridir? Dertlerim iməklədi, ayaq açdı, yeridi. İndi Rumun çölündə gözlərimə qan damır. Lakul Roşu gölündə balıqlar qandallanıb. Ortodoks kilsəsində şam yandırdım adına. Tanrı da yaxşı bilir, hər kəs əsir qadına. Qadın, saçların niyə orxon yazılarıdır? Yarımçıq əl yazmasan, yəqin yazılarardı. Bulutların çarmıxa çəkildiyi yerdəyəm. İsa mənəm, Nuh mənəm, Biney divanəyəm. Orada qaranquşların gözlərindən sel axır. Görən adam qürbətdə hansı dildə darıxır? Bu göy kimin göyüdür? Bu yer kimin yeridir? Çiynimdəki ağırlıq omunun dərsləridir. Teşekkürler dostlar, sağ olun. Burada Erdar hocama da teşekkür edirik. Moderatorluğu sunduğu için bu programı, paneli ve çok da güzel əlavələr ettiği için, hazırladığı için. Çok sağ olun. Çok teşekkür ediyoruz. Vaktimizi biraz iyi kullandık, erken bitirdik. Soru cevap alabiliriz. Sormak istediğiniz. Yani çok duygu yüklü ve derin anlamları olan konuşmalar yapıldı. Soru yok mu Savan'dan? Yok. Bitirelim hocam. Bu arada değerli konuklar, bugün Azerbaycan'ı konuştuk. Konuşmamı sonlandırırken bugün bizleri bir araya getiren Şehit Kamil Belediye Başkanımız Umut Yılmaz bir ara yolculuk yaparken şöyle iddialı bir şey söyledi. Ben dedi Türk dünyası ile ilgili en belediyecilik odaklı en büyük faaliyetleri yapacağım. Bugünkü faaliyette ilk faaliyetlerinden bir tanesi. Birkaç gündür burada Kazakistan'dan, Özbekistan'dan, Macaristan'dan, Türk dünyasının her yerinden misafirlerimiz var. Gerçi biz misafir dediğimizde rahmetli Ganira aklımıza geliyor. Biz burada misafir değiliz demişti. Bu arada Banu Hocam da biraz rahmetli gibi konuştu böyle. Selamlaması ve benzeri üslup olarak. Biz bir ara rahmetli buraya girdi zannettim. Ben böyle arkada konuştuğunu bilmeseydim. Umut Yılmaz Başkanımız başta olmak üzere işte değerli büyüğümüz Osman Özgen Başkanım, Mahmut Özkoca Başkanım ve tüm paydaşlarımız ve Şehit Kamil çalışanlarına, organizasyonda emeği geçen herkese çok teşekkür ediyorum. Ve son olarak Şehit Kamil'in annesi için gösterdiği asil duruş bizim bugün dilimize, kültürümüze ve edebiyatımıza sahip çıkma borcumuzdur. Şehitlerimizin kanıyla sunulan bu topraklar bugün Türk dünyasının sözüyle, şiiriyle ve kalemiyle yeniden çiçeklendi. Gaziantep'in bu kadim topraklarında edebiyatın ve kitabın ışığında daha nice projelerde buluşmak dileğiyle bu kötü iklim şartlarında katılımınız ve bu gönül birlikteliğine ortaklığınız için teşekkür ediyorum. Son olarak katılımcılarımıza, misafirlerimize katılım belgelerini vermek üzere Beytüm Genel Koordinatörü Sayın Mahmut Özkoca Hocam'ı sahneye davet ediyorum. Birlikte sollanacak ama şunu söylemeden geçemeyeceğim. Gerçekten hayal ettiğimiz gibi oldu. Hayal de burada zaten kendisi de her seferinde diyor ki benim adım kullanılıyor. Hayalim şu, hayalim telif istiyorum diyor. Ona bir alkış lütfen.
O yüzden hayal kurarken dikkat edin, telif isteyebiliyor. Evet, kendisine de teşekkür ediyorum. Diğer misafirlerimiz de umarım kısa zamanda öz bilgilere sahip olmuşsunuzdur diye umuyorum. Hepinize teşekkür ediyorum. Var olun.